Hə dostlar, indi bilirsiniz nədən danışmaq istəyirəm. Bu sosial şəbəkələrdə bu partiya sədri var, Hafız Hacıyev. Valla partiyasının adını da bilmirəm nədir, hansı partiyadır. Müasir Müsavat kimi belə adlandırırdı, dəqiq bilmirəm. Bu insan çıxdı, bu ahıl vaxtında etiraf elədi. Etirafı nədən ibarətdir ki, vaxtilə o əqidə silahdaşlarımızı satmışam və bunun başına bu hakimiyyət üçün butulka endirmişəm, butulka vurmuşam və s. və s. və ilaxır. Bu etiraf gözəl şeydir. Amma indən sonra o deyir, puyez getdi, Hafiz müəllim. Bugün sənin etirafın heç kimə heç nə vermir. Sən istəyirsən ki, bəlkə müxalifətdə biraz hörmət qazanasan, onsuz da hörmətini itirmirsən, tamamilə itirmirsən. Çünki sənin hərəkətlərin normal hərəkətlər olmayıbdır. Partiya sədrinə yaraşan hərəkət olmayıb. Bugünkü o sənin etirafın da normal deyil. Sən sadəcə pul uğrunda mübarizə aparan bir insan kimi belə xalqda belə bir təsəvvür yaranıbdır ki, pulunu kəsiblər yəqin. İndi başlayırsan bu hakimiyyəti, siz bilmirsən nə tək, həm qorxursan, tam şəkildə də vura bilməzsən, yenə də başlayırsan öz silahdaşlarından üzr istəməyə, nə bilim, səhvim olub, başımı daşa döymüşəm. Bunlar boş şeylərdir, Hafız müəllim. Əsas odur ki, bugün Azərbaycanda Azərbaycan vətəndaşları sosial problemlərlə artıq üzləşiblər. Elə bir problemdir ki, bu sosial problemlər. İnsanlar yaşamaq uğrunda mübarizə aparırlar. Bundan danışmaq lazımdır. Amma siz düşünürsünüz, mən bunu eləm. Bir dəfə də hələ mən görməmişəm ki, Hafız müəllim, siz hansısa bir sosial problemdən danışmırsınız, qazilərin problemindən danışmırsınız və yaxud da şəhid analarının problemindən və yaxud da getmişsiniz hansısa bir şəhid anasının qapısına və yaxud da bir qaziyə köməyə əlini uzatmırsınız. Bəsdirin də. Bax, sizin bu çıxışlarınız, bilirsiniz nədir? Hakimiyyətə ləzzət edir, hakimiyyətə sevindirir. Çünki bugünkü gün bu televiziya ekranlarında ən çox görünən kimlərdir? Müğənnilərdir. İndi baxın, nə qədər müğənni var və bunlar da 200 minlik, 350 minlik, 500 minlik maşın sürürlər. Bunlara toxunmurlar və bunlardan vergi almırlar. Bunları sıxışdırmırlar. Amma taksi şoferlərini görürsünüz, sıxışdırırlar. Niyə? Çünki bütün şadlıq evlərinin hamısı məmurlarındır. Əgər onları sıxışdırsalar, onlar oxumağa necə keyif gələ bilərlər? Və bu məmur evladları o şadlıq evlərindən, o necə deyərlər, barlardan gəlir götürürlər. Ona görə də onlara görürsən yaşıl işıqda. Hər zaman da televiziyada onlar haqqında verilişlər gedir. Bir qazi haqqında bu günə qədər televiziyada bir dənə veriliş gedibmi? Yox. Bir şəhid anası haqqında, bir şəhidimiz haqqında televiziyada veriliş gedibmi? Yox. Ona görə də Hafız müəllim, bu sizin dediklərinizin hamısı boş şeylərdir və özünüzü yormayın. Artıq sizə pul ayrılmayacaqdır və sizə pul verməzlər. Ona görə ki, artıq siz imicinizi itirmişsiniz. Onlar bugün hakimiyyət çalışdı ki, siz imicinizi itirəsiniz. Azdan çoxdan hörmətiniz var idisə, istədiniz digər həmkarlarınızı da hörmətdən salasınız da alınmadı. İndi ona görə otur yerində bu televiziyalara çıxmaq da sənə neynisən artıq vəsait xərcləyib, gedib gəlib, sizə yaraşmaz. Artıq siz və Azərbaycan xalqını elə bir vəziyyətə salmışsınız ki, hər bir partiya sədrləri, məsələn ki, siz qarışıq gərək yazsın ki, Yeni Azərbaycan Partiyasının, məsələn, Müasir Müsavat Təşkilatı və yaxud da digər təşkilatı, onda siz yaxşı pul alarsınız. Yoxsa bugün partiyaya, Yeni Azərbaycan Partiyasına işləyən o qədər adamlar var ki, buna görə də sizə bu əməlinizə görə, bu üzrünüzə görə normaldır. Normal, yəni ki, ahıl vaxtınızda siz ağlanmış kimi olursunuz, amma bundan sizə pay düşməz. Ona görə də bir balaca düşünmək lazımdır. Bax, bu taksi şoferlərini əzirlər, onlar haqqında, onların sosial problemi haqqında danışmaq lazımdır. Ondan sonra evlərini əllərindən alırlar. Əsl vətəndaşlar, əsl Azərbaycanlıların görürsən evlərini əlindən alırlar. Onlar 3-cü, 4-cü sort insan kimi baxırlar. Bugün deyirlər Azərbaycan inkişaf eləyib, Azərbaycanda görürsənmi nə qədər evlər var, yaxşı binalar tikilibdir və s. və ilə. Bunların hamısı Azərbaycanlılar üçün tikilməyib. Əsl Azərbaycanlı yenə zülüm çəkir, yenə əzab çəkir. Onlar 3-cü, 4-cü sort adamlar kimi baxırlar. Bax, bugünkü hakimiyyətdə oturan məmurların əksəriyyəti. Ondan danışmaq lazımdır. Onların evləri əlindən alınır.
Bu gün ziyalımız yoxdur. Ziyalı kimdir? Səhnəyə baxın. Televiziyaya baxın bizim ziyalılarımız görün kimlərdir. Bu günə siz saldınız Hafiz müəllim. İndi üzr istəmək yox, sən özün güllələməlisən. Mən belə hesab edirəm ki, sən intihar eləməlisən ki, niyə Azərbaycanda bu vəziyyəti bu günə siz saldınız? Ona görə də mən o qədər də səmimi sizi qəbul eləmirəm. Bu yenə pul üstündə davadır.